Salam, hörmətli izləyicilər. Pensiyanın bağı və əv və yaşlı şəxslər qovunamağı qanunda dəyişikliyi var. İndi bu barədə mən hüquqşünasları Seyidzadə məlumat verəcəm. Xahiş edirəm videonu bəyənin, qoy hamı bilsin. Eyni zamanda videonu ona görə bəyənin ki, mənim 3 dənə məlumatım var, hörmətli izləyicilər. Birinci məlumat ondan ibarətdir ki, telefon hüququ məsləhəti, hüquqi yardıma ehtiyacı olanlara 10 manata veren kim YouTube kanalına abone olsa, telefon numaranın videonun izahı yerində YouTube kanalına qeyd olunub, eyni zamanda YouTube kanalı şot bölməsində istənilən videonun üzərində var. Kartın nüməndə. İkinci məlumat ondan ibarətdir ki, məni izləyənə bilmə 50-10 şəxsi əli arabasındayam. Dünyanın 40 tanınmış əlləri haqqında kitab hazırlamışam. Araşdırma aparmışam və həmin kitabı 20 manata satıram. Bəyənin ki, qoy hamı bilsin. Və bundan əlavə onu qeyd edin ki, əzələrə də yazıb e-mail, WhatsApp ünvanı göndərəm. Üçüncü məlumat da budur. Və bəyənin keçən mövzuda ki, qanunvericidə hansı dəyişikliyi var. Amma bu məlumata hamıdan çatması üçün əvvəlcədən sizdən bir daha xahiş edirəm ki, videonu bəyənin. Abunə olun kanala, hörmətli izləyicilər. Və keçən mövzuya. İndi hal-hazırda pensiya kapitalı 46.080 manatdır. Yəni 46.080 manat kimin pensiya kapitalı yığılırsa, o şəxs pensiya yaşına çatdıqda ala bilərdi. Amma elə bir şəxslər var ki, məsəl üçün, vaxtından əvvəl beşi pensiya çıxa bilər. Məsəl üçün, qadınlar 12 il yarım təhlükəli işdə işləyibsə, çətin şəraitdə işləyibsə, məsəl üçün 5 dənə uşağı varsa, o halda 5 il əvvəl çıxa bilərdi. Bu da problemin yaradığı nə mənada? Biz ki, pensiya kapitalı bölünürdü 144 aya. Amma 5 il belə deyək, tez çıxdığına görə artıq 144 aya yox, 200-dən artıq aya bölünməli idi. Ona görədir ki, yerdə qalan 5 il pensiyası amma problem yaranırdı. İndi dövlət qanun qəbul edib ki, həmin 5 il pensiya kapitalı dövlət özü ödəyəcək. Yəni ki, həmin vəsait belə deyək də artıq insanlarda götürəndə daha çox sizə bölünəcək. Ona görə 5 il tez kim pensiya çıxa bilsə, o halda da yəni dövlət ona pensiya verəcək. Tez çıxanlara nəzərə almaq lazımdır. Büdcədən maliyyələşir. Bundan əlavə əlillərlə qulluqla bağlı bilirsiniz ki, kim əlillərə qulluq edilirsə, yəni əmək stajına daxil edib, yəni ki, birinci qrup əlillərə qulluq edildiyinə görə. Amma indi əlillər üçün müəyyən şəraitdə yaratmaq istəyirlər. Deməli, dövlət 3 variant təklif edib. Birinci variant, yəni əlil özü seçə bilər, kimsə ona qulluq etsin, patronaj və qayğını olsun və dövlət də hal-hazırda həmin şəxsə 100 manat ödəyir və qocalanda da pensiya ödəyəcək. Bundan əlavə qeyd edin ki, dövlət şərait yaradır ki, qabaq yalnız qohumları olmayan şəxslərə, yaxın qohumları olmayan şəxslərə sosial xidmətçi verildi. İndi deyir ki, əgər qohumun səndən eyni rayonda yaşamırsa, o halda da sənə xidmətçi verir. Məsəl üçün, 50 yaşı yaşama rayonda uşaqları və yaxud yaxın qohumu yaşayıb götürəkdə bacısı, qardaşı yaşayır, məsəl üçün, Sabari rayonda. O halda da sosial xidmətçi verəcək. Həmin sosial xidmətçi müəyyən günlərdə gələcək, evi təmizləyəcək, bazarlıq edəcək, yemək bişirəcək. Yəni, müəyyən xidmətlər göstərəcək. Dərman alıb verəcək, həkimə lazımdırsa aparacaq və başqa xidmətlər göstərəcək. Yeni qanuna görə. Və digər başqa bir əlavələr var. Onu da qeyd edirəm. Zəhmət olmasa videonu bəyənin. Hörmətli izləyicilər. Əlillər üçün sosial xidmət yerləri açılacaq. Yəni, bu nə deməkdir? Restoran, kafe olacaq, əlil gedəcək, gündəlik yemək yiyəcək, yer olacaq, gedib istirahət edəcək. Yəni, kim özünü idarə edə bilsə, o gedəcək. Artıq dövlət bu proqramını təsdiq edib. Bundan əlavə qeyd edin ki, əlavə məlumat üçün bildirən ki, 2006-cı ilə qədər kim hər bir xidmətdə olsa, ali təhsili varsa, o da əmək stajına daxildir. 2006-dan 2018-ə qədər
kimin pensiya kapitalına ne kadar pul yığılsa daxı yoxdur. 1 manat da o 100 manat da o və 100.000 manat da o fərqi yoxdur. Və bu halda da pensiya verilir hesab olunur. Amma 2018-dən sonra mütləq qaydada bugünkü gündən 46.080 manat pensiya kapitalı olmalıdır və ya 25 il staj olmalıdır. İndi mən sizin hamınıza bir sual vermək istəyirəm. İndiki zamanda belə götürək də 25 il işləmək mümkündürmü? Hal-hazırda mən bildiyimə görə, gördüyüm təcrübəyə görə insanlar 40 yaşından sonra bir işdən çıxırsa, digər iş yerləri tapmağa çətinlik çəkir. Bu mümkündürmü? Eyni zamanda insanlar minimum əmək haqqı var. 400 manat. Onun da 25%, 4'te biri gelip pensiyon fonunda. Yəni sosial ödəniş. 100 manat belə götürək də. 100 manatla həmin 46.000 yığması ən azından 461 ay yəni pul ödəməlidir. 461 ayda hazırsa 30 ildən yuxarıdır. 30 ildən yuxarı insan işləyə bilərmi? Hal-hazırda. Ki vəzi büyüdün zəhmət olmasa. Sonda bir daha xatırladıram ki, telefonla hüquq məsləhəti almaq üçün mənim telefonumla videonun izahı yerində qeyd olunub YouTube kanalında. Eyni zamanda YouTube kanalının short bölməsində var. Əgər saxib yazırız. Bunu əgər bu ərzələrin yazdırmasını da hörmətli izləyəcək. Və belə qeyd eləmişdim. Bu mənim dünyanın 40 tanım şeyləri haqqında hazırladığım kitabda araşdırma aparmışam. Satıram 20 manata. Zəhmət olmasa videonu bəyənin, hamı bilsin. Mənə dəstək olun. Mən belə məlumatları paylaşıram. Siz də mənə bu formada dəstək olun. Zəhmət olmasa. Bunu əlavə qeyd edin ki, mənim 1400-dən artıq shortla bir yerdə videolarım var. İstər sosial yardım olsun, istər pensiya olsun, istər alimentin ödəməsi olsun, istər əmək bölgüsü olsun, istər uşaqla ünsiyyət olsun, istər belə deyək də boşanma olsun, qeyd edin kimi və digər məsələlər olsun ki, hamı qeyd olunub. Hörmətli izləyicə. Nəzərəm, tanış ola bilərsiniz. Və bundan da sonra məlumat verəcəm. Hətta xarici vətəndaşlar Azərbaycanda gəlib necə icazə ala bilər, o barədə, yəni yaşamaq üçün. O barədə də video var. Eyni zamanda vətəndaşlığı kimlər verirlər, yəni qısa müddətə, o barədə də video var. Tanış ola bilərsiniz. Hörmətli izləyicə. Zəhmət olmasa dediyim kimi mənə dəstək olun. Hal-hazırda 5100-dən yuxarı abunə var. Heç olmasa biz bunu 6000'e çatdıraq, heç olmasa. Əslində mən də başqaları kimi demək istəyərdim ki, 100.000 olsun, 10.000 olsun, 50.000 olsun, yox. 6000'e çatar, sonrasına baxarıq. Ona görə deyəm, hörmətli izləyicə. Nəzərəm, biraz aktiv olaq imkan daxilində. Vacib bir məsələdir. YouTube mənə pul ödəməlidir. Mən hər düzdür kart açmamışam. Amma sizdə nə göstərir? Bax 3 aydır baxırsınız mənim videolarıma. 3 ay cəmi 6 manat 13 sent pul yığıb. Yəni 6 dolar 13 sent. Bunu artırmaq lazımdır. Baxın sayın. İmkan daxilində də videonun reklam qoyu var, orada baxın. Və dediyim kimi videonu bəyənin, daha çox şəxs bilsin. Diqqətinizə görə çox sağ olun. Sağ olun.